Salam əziz dəyərli izləyicilərim. Bu günlərim 12 bürcün içində ən qısqanc bürc olan dolçalar haqqında danışacağam. 19-cu əsr alimləri bürclər üzərində araşdırmalar aparıblar və o araşdırmaların nəticəsində bir kitab yazıblar. O kitabda deyilir ki, dolçalar yer kürəsində ən saf, ən təmiz qəlbli insanlardır. Kiminsə həyatında bir dolça varsa, məsələn atası dolçadır, məsələn qardaşı dolçadır, sevgilisi dolçadır, o insanın bəxti gətirib deməkdir. O çox şanslı biridir. Çünki dolçalar özlərindən çox qarşılarındakini düşünərlər, qarşılarındakine qiymət verərlər, dəyər verərlər. Həmişə istəyərlər ki, onlara xeyir versinlər. Dolça insanı mənəviyyatca çox güclü biridir. Məsələn, digər bürclərin insanları tək qala bilmirlər. Həm söhbət axtarırlar, toplum içinə getməyə, qaçmağa çalışırlar. Ancaq bir dolça bəlkə də bir ömür tənha qalar, kimsəyə ehtiyac duymaz. Dolçalar belə biridir ki, yəni qəlblərinə yaxın, düzgün, saf, təmiz insanlar olsa ünsiyyət eləyirlər. Yoxsa tək qalmağı tərcih eləyirlər. Yoxsa tək qalmağı seçirlər. Dolçaların həyatı çox keşməkeşli olub. Bunu mənə qulaq asan bütün dolçalar təsdiqləyər. Özlərini tanıyandan, doğuşdan dolçalar həmişə əziyyətdə, zülümdə, əzab-əziyyət içində olublar. Çətinliklərlə rastlaşıblar. Amma o çətinliklərin içindən onlar bir qəhrəman kimi çıxıblar. Siz filmlərdə görürsünüz, qəhrəmanlar, baş qəhrəmanlar olur. Dolçalar həyatdakı gerçək qəhrəmanlardır. Onlar hər çətinlikdən mərdliklə çıxmağı bacarırlar. Dolçalar bayaq dediyim kimi çox keşməkeşli həyatları olub, əziyyətlər çəkiblər. Bu da onları idarə eləyən iki planet idarə eləyir onları, dolçaları. Saturn və Uran. Amma çətinlikləri Uran planetindən gəlir onların. Uran planeti bədbəxtlik planetidir. Amma Saturn planeti xoşbəxtlik planetidir. Bu iki planet hər zaman dolçaları idarə eləyibdir. Dolçalar diqqətlə fikir versələr görərlər ki, həmişə həyatları boyu bir qərar verəndə çox çətinlik çəkiblər. İki fikir arasında qalıblar. Bu da onları iki planetin idarə etməsinə görədir. Məsələn, sadə bir misal çəkim. Deyir ki, bu günlərim mən bir dolça, məsələn, qonaq gedəcəm. İçindən bir səs sanki ona deyir ki, yox, getmə, getməyəcəm. Yazıq bu da qalır, gedim, getməyim, zar-zor bitəri qərar verir. Ancaq gözəl dolçalarıma, sevgili dolçalarıma bir şad xəbərim var. 2024-cü il yanvar ayından Uran planeti dolçaları tərk edib gedib. Yəni artıq onların həyatında heç kimin başına gəlməyən, qeyri-adi, qəribə bədbəxtçiliklər olmayacaq. Gəlməyəcək onların başına elə bir çətinliklər. Özləri də hiss eləmiş olar ki, dolçalar 2024-cü, 25-ci, 26-cı illərdə onların yükləri biraz xəfifləyibdir, biraz kədərləri azalıbdır. Bəli, gözəl dolçalarım, sevgili dolçalarım, sevimli dolçalarım. 2026-cı il sizin üçün çox düşərli olacaq. Çox uğurlu ildir sizin üçün. Maliyyədə bəxtiniz gətirəcək, var dövlətiniz artacaq, uğurlarınız bol olacaq, iş həyatında yaxşı qaydasına düşəcək iş həyatınız. Subay dolçalar varsa onlara çox gözəl evliliklər görsənir. Evladı olmayan dolçaların evladı olacaq. Və beləliklə dolçalar bugündən sonra nəinki 26-cı il, hətta ondan sonraki illərdə ancaq uğur qazanacaqlar. Çünki Saturn planeti, xoşbəxtlik planeti onları himayə edir. Bəli, gözəl izləyicilərim, bir videomuzun da sonuna gəldik. Kanalıma abunə olmağı unutmayın. Abunə olun ki, növbəti videolarımdan xəbərdar olasınız. Çünki növbəti bürc məhz sizin bürcünüz ola bilər. Sevgi ilə qalın, xoşça qalın.